Salam, hörmətli həmkarlar və abituriyentlər. İndi isə biz sizlərlə birlikdə növbəti üsi 18 nömrəli deməli situasiyanın izahına baxacağıq. Belə bir situasiyadır. Deyir ki, Porsche ilə təchiz edilmiş qaba X qazı var. Qabda X qazı mövcuddur. Qaba Y qazı əlavə edilmiş və bu zaman qabdakı qaz qarışığının sıxlığının qrafikdə göstərildiyi kimi bir haldan iki halına dəyişməsi müşahidə olunur. Hər iki halda qabda təzyiq 1 atmosfer təzyiq və temperatur 0 dərəcə olmuşdur. İndi müəllimlər, birinci növbədə biz burada şəraiti bilməliyik. Bilirsiniz ki, 0 dərəcə Selsi temperatur və 1 atmosfer təzyiq deyəndə normal şərait nəzərdə tutulur və normal şəraitdə qazların 1 molu 22,14 litr həcm tutur. Bunu zaten hamımız bilirik. İndi bizə deyir ki, əvvəlcə sistemdə bir dənə qaz olmuşdur və həmən qazın sıxlığı 2,5-dir. Yadda saxlayırıq. Əgər sistemdə bir cürə qaz olarsa, qaz qarışığı demirəm, amma bir cürə qaz deyirəm. O zaman bu qazın sıxlığını tapanda ρ bərabərdir M bölünsün V düsturuna görə, V normal şərait olduğuna görə, üzr istəyirəm, V'miz normal şərait olduğuna görə burada 22,4 litr nəzərdə tutulur. İndi buradan M-imiz bərabərdir, ρ vurulsun V-yə, buradan M-i, yəni X qazının MX deyək də, nisbi molekul kütləsini tapmaq üçün biz onun sıxlığını, yəni 2,5-i 2,5-i vurmalıyıq neçəyə? Deməli, vurmalıyıq 22,4-ə. 2,5-də 22,4-ə vuranda gəlin görək bizə nə qiyməti verəcək. 2,5-i vurdum 22,4-ə, yəqin ki 56 eləyər. Bəli, 56 elədi. Deməli, X qazının nisbi molekul kütləsinin 56 olduğunu hesablamış olduq. Və hətta ki, molyar kütləsinin 56 qram bölünsümü olduğunu hesabladıq, belə deyək daha doğrusu. Və bizə deyir ki, Y qazının molyar kütləsi X qazının molyar kütləsinin 7-də 2 hissəsinə bərabərdir. Yəni, MY tapanda mən yazmalıyam 7-də 2 vurulsun MX, yəni 56. Buradan da mən 56-nı vuraram 2-yə, tapdığım rəqəmi də 7-yə bölərəm. Bu da mənə verəcək 16. Deməli, belə çıxır ki, Y-in nisbi molekul kütləsi, ya da molyar kütləsi deyək, 16-ya bərabərdir. Deməli, X-in molyar kütləsinin 56, Y-in də molyar kütləsinin 16 olduğunu tapdıq. Daha sonra bizə deyir ki, bu qaz qarışığı, elə bir ki, əvvəlcə sistemdə X qaz olubdur. X qazına Y qaz əlavə eləmişik və X qazının mol miqdarı nə qədər olduğunu bilmirəm, Y qazının mol miqdarı nə qədər olduğunu bilmirəm. X qazı üzərinə Y qazı əlavə olunan zaman görürük ki, qaz qarışığının sıxlığı 1,25 olmuşdur. Deməli, yadda saxlayırıq ki, qaz qarışığı məsələlərində sıxlıq hesablananda onun orta molyar kütləsi, yəni qaz qarışığının orta molyar kütləsi bölünür normal şəraitdə 22,4 litrə. Buradan biz qaz qarışığının orta molyar kütləsini tapanda onun sıxlığını, yəni 1,25-i vurmalıyıq normal şəraitdə 22,4-ə. O da bizə verəcək 28. Deməli, qaz qarışığının orta molyar kütləsi 28 olmuşdur. İndi bizim qazlarımız nədən ibarətdir müəllimlər? X və Y qazından. X qazının emeri 56-dır, Y qazının emeri neçə tapdıq? 16 tapdıq. 16 tapdıq, eləmi? Məncə 16 tapdıq da. Y qazında emerini 16 tapdıq və bu X qazla Y qazının qarışdırılmasında orta molyar kütləsi 28 olan qaz qarışığı alınır. Ən yaxşı üsul xaç üsuludur. X-dən Y yazdı. X-in emeri 56, Y-in də emeri 16-dır. Orta molyar kütlə 28 olduğuna görə gətirib bunu tən ortada yazdım. Daha sonra böyükdən kiçik çıxıb əks tərəfdə yazacağım. 56-dan 28 çıxdı, mənə verdi 28. Daha sonra 28-dən də bu ortadakı 28-dən bu 16-nı çıxıram. 28-dən də 16 çıxanda mənə verəcək 12. Gəlin ixtisar aparaq. Neçəyə ixtisar gedər? Məncə 4-ə ixtisar gedər. 12-ni 4-ə bölsək 3x, 28-i də 4-ə bölsək 7x. Belə çıxır ki, bu x da deyə bilərsiniz, a da deyə bilərsiniz, məchullan işarə edəndə 3a-nın 7 aya. Bu demək ki, x-dən y-in mol nisbəti 3a-nın 7 ayadır. Bizə deyir y-in və alınmış qaz qarşısında y molekullarının x molekullarının say nisbətinə müəyyən edib, y-in x-dən nisbətini soruşursa 7a-nın 3 aya, alar ixtisar getdiyinə görə 7 bölünsün 3 nisbəti yaza bilərsiniz rahatlıqla. X və y qazlarının molyar kütlələrini tap. Zaten x-i bir yaxları 56 tapmışam, y-i də 16 tapmışam, bu sualı cavablandırmışam. Sonra bizə deyir ki, alınmış qaz qarışığına verilmiş qazlardan hansı biri əlavə etdikdə qaz qarışığının sıxlığı necə dəyişər? Artar, azalar, dəyişməz kimi ifadələr uşaqlar cavab vərəqində vurğulamalıdır. İndi biz bilirik ki, bu qaz qarışığının orta molyar kütləsi 28-ə bərabərdir. Əgər mən bura karbon qazı əlavə eləsəm, karbon qazının emeri 44-dür. Əgər mən M ortası 28 olan qaz qarışığına emeri 44 olan qaz əlavə eləsəm, təbii ki, 44 28-dən böyük olduğuna görə bu gəlib sıxlığı artıracaq. Birinci artırar yazacaqsınız. Sonra CO əlavə olunub, CO 28 ilə 28-ə 28 əlavə eləsəm, eynisinə əlavə eləsəm, təbii ki, dəyişməyəcək. İkinciyə dəyişməz deyərsiniz. Üçüncüdə də asetilin əlavə olunubdur və ikinciyə dəyişməz yazdım. Asetilin də 26-dır. 28-ə 26 əlavə eləsək, 26 onu təbii ki, azaldacaq. Üçüncü halda isə azalar ifadəsini yazırsınız və beləliklə situasiyanı tamamlayırsınız. Bu qədər.